Hər vaxtınız xeyir. Azadlıq Radiosu TV kanalında Xəbər Əsər proqramıdır. Praqa studiyasında sizinlə mən, Vaqif Məmmədli, bugünkü xəbərlər. Sülh və Demokratiya İnstitutunun direktoru İnsan Haqları Müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də Beynəlxalq Hava Limanında xaricə gedərkən saxlanıblar. Onlar beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanılıb, üstlərində axtarış aparılıb. Arif Yunusun ürəyində ağrılar başlandığından o bir sayılı şəhər kliniki xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin sabit olduğu bildirilir. Müxbirlərimiz Nəzrin Nəzirov və Turxan Kərimov baş verənləri lentə alıblar. Leyla xanım, nə baş verib? Лейла xanım, nə baş verib? Я домой приехала, я в туалет хочу. Они меня с 11 часов в туалет не пускают. Ötən gecə aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus hava limanında saxlanılıb. Əvvəlcə çamadanlarına baxış keçirilib, sonra ofis və evlərinə axtarış aparılması üçün onlar hava limanından geri gətiriliblər. Artıq bir neçə saat öncədən evinin önündə polislər vardı. Binanın komendantısı. Yox, köməkçisi. Burada nə baş verir? Baxın, Məndə xəbərim yox. Bilmirsiniz və öyrənmirsiniz burada nə baş verir. Xeyr. Ya maraqlı deyil sizə burada nə baş verir? Xeyr, maraqlı deyil. Rəhbərlik deyib ki. Kimdir rəhbərlik? Komendant. Hansı komendant? Bu binanın komendantı. Siz özünüz kim idiniz? Ad familiyanız? Yəni harda işləyirsiniz? Nəçəsiz? Siz səhərdən buradasınız da, yəni burada biz sizi görmüşük 2 saat, 3 saat. Və kim idiniz? Yəni bilmək olardı da, maraqlı idi bizə. Kimsiz siz? 5 saat səbir edin, gəlib sizə izah edəcək. Yox, yəni biz sizi soruşuruq da, siz kimsiniz? Siz mənə ehtiyac yoxdur soruşmağa. Bəs bu nə baş verib burada? Heç bir şey. Yəni indi gecə saat vaxtında siz bura nəyə gəlmisiniz? Polis bura nəyə gəlib? Yəni bununla bağlı. Çevik polis alayının əməkdaşları jurnalistləri binadan çıxarıblar. Kim sizə göstəriş verib cəmaatı çıxartmağa? Hüquq müdafiəçisinin özü olanlar barədə bunu deyib. Как я уже это неоднократно писала, и мы с Лаурой Багдасарян сделали совместное заявление о том, что в Азербайджане готовится большая операция по разоблачению большой банды шпионов. И у них есть возможность организовать, что мы, шпионов, целая семья, организовали целую банду шпионов. Вот это основная цель. Поэтому вот юрист говорит, что у вас есть документ Ясамайского районного суда ордер. Правильно я понимаю? Ну, санкция. Но на основании чего наши судьи вот так вот с неба это пишут, это остается никому непонятно. Mülki geyimli polis əməkdaşlarının evdə axtarış cəhdləri baş tutmayıb. Axtarışa gələnlər order təqdim etmədiyindən Leyla Yunus onları evə buraxmayıb. Это моя квартира, и я имею право в нее пустить всех, кого считаю нужным. Это моя квартира, и я имею право пустить ее всех, кого считаю нужным. Не толкайтесь, будьте деликатны. 3 ваш, 4 ваш, 5 ваш, 6 ваш, 7 ваш, 8 ваш, 9. У вас 9 человек. Вы можете мне 100 кило героина поставить. У вас 9 человек. Я 9 человек в своей квартире не пишу. 9 человек ваши, все наши журналисты. Leyla Yunusun həyat yoldaşı Arif Yunusun vəziyyəti qəfildən pisləşdiyindən o xəstəxanaya yerləşdirilib. Когда моя машина шла под обстрел, где вы были? А сейчас моего мужа добиваете. И не стыдно вам. И вы себя людьми считаете. И ты мне в глаза смотришь, парень. Не стыдно? Кто вы после этого? Вы люди? Вы мужчины? Вы кавказцы? Eyni vaxtda Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun ofisi önünə də polislər gəlib. Onlar göstəriş aldıqlarından jurnalistlərə və vəkilə ofisə yaxınlaşmağa icazə verməyiblər. Bir də mənə deyim, oran möhürlənir. Möhürlənməyibsə sizin nə ixtiyarınız var? Onu qalxaq mənə deyir, möhürlənmir. Möhürü çəkək də biz. Bizlə bir yerdə də söhbət soyuqdan gedir. Oturaq çay içək, rəhbərlik gələndə həll eləyərlər. Gələrlər. Sən ora girməyə qarında qərarın olmalıdır. Mənim ora girməyə qərarım olmamalıdır. Mən sizi başa düşürəm, amma deyirəm olmaz da. Kim deyir olmaz? Harda yazılıb olmaz? Kim deyir olmaz? Biz də ona müraciət edək ki, niyə olmaz? Dərc olunmuş qanunları icra eləməyə, əməl eləməyə borcluyam. Kiminsə verdiyi, kim olduğu bəlli olmayan şəxsin verdiyi göstərişi əməl eləməyə borcluyam mən? Polis məmuru kimi məndən borcluyam, borc deyiləm. Öz işinizdir.
Deməli öz işimdir. Mənim işimdə evə girmək, ora girmək. Necə yəni ki, bir yandan desən ki, öz işinizdir, bir yandan desən ki, burada işim olur. Gecə boyunca Leyla Yunus polis əməkdaşlarının onun evinə daxil olmasına icazə verməyib. O evinin önündəcə gecələyib. Olayların sonraki gedişatını növbəti reportajda izləyəcəksiniz. Leyla Yunus bundan sonra Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb, dindirildikdən sonra buraxılıb. Hüquq müdafiəçisi Azadlıq Radiosuna qısa müsahibəsində idarədə üzərində axtarış aparıldığını və hazırda dövlətə xəyanət ittihamı ilə həbsdə olan jurnalist Rauf Mirqədirovla əlaqəsi barədə ona suallar verildiyini deyib. Leyla xanım nə baş verib? Leyla xanım nə baş verib? Aprelin 28-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ölkədən çıxmasına icazə verilməyib. O, aprelin 29-u səhər tezdən Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dindirilib. Leyla Yunus çıxışda jurnalistlərin suallarını cavablayıb. Leyla xanım, nə ifadə verdiniz? Nə soruşdular sizdən? Nədə günahlandırırlar sizi? Mən sualı var. Они не говорят, что ты в чем-то виновата. Они говорят, ты с Рауфом дружила? İstintaq idarəsində Leyla Yunusun evində axtarış aparılmalı olduğu deyilib. İndi isə mənə yenə də evə buraxmırlar. Deyirlər ki, indi istəyirlər axtarış aparsınlar evimdə. Leyla Yunus birbaşa Vəkil Xalidov və bir neçə hal şahidi ilə ofis kimi istifadə etdiyi Nizami 63 ünvanındakı evinə gəlib. Ofis ötən gündən polis nəzarətindədir. Polis go home! Rədd olsun polis! Rədd olsun polis! Polisin ofisin ətrafını tərk etməsini tələb edən Leyla Yunus başına gələn olayların səbəbini belə izah edir. Nə namusu var? Adam döyürlər, kişi döyürlər. Mənim 60 yaşım var. 2 gündür mən işgəncə verirlər mənə. Nəyə görə? Çünki mən yazıram ki, Azərbaycanda siyasi məhbuslar var. Prezident İlham Əliyev deyir ki, siyasi məhbus yoxdur, hər şey yaxşıdır. Mən isə yazıram ki, vətəndaşların evini dağıdırlar. Polis ofisin önünü boşaltdıqdan sonra Leyla Yunus axtarışı razılıq verib. Medianın axtarışı görüntüləməsinə icazə verilməyib. Çünki prosedur qaydalarına görə girir istintaq aparan, onunla bir yerdə bir nəfər və 2 nəfər понятые. Да. В области понятых будет Шаин Бey, вы его все знаете, и Ровшан Бey. Вот. Я прошу журналистов подняться наверх. Hələ ki, reportajın efirə getdiyi vaxta qədər Baş Prokurorluq axtarışın detalları haqqında rəsmi məlumat verməyib. Leyla Yunusun saxlanmasına beynəlxalq və yerli təşkilatlardan reaksiyalar gəlməkdədir. ABŞ Dövlət Departamentinin rəsmisi Tom Malinovski Leyla Yunus ətrafında baş verən hadisələrdən xəbərdar olduqlarını və baş verənləri narahatlıqla izlədiklərini deyib. Həmçinin Norveçin Helsinki Komitəsi və Human Rights Watch təşkilatı tanınmış insan haqları fəalı Leyla Yunusun saxlanmasını pisləyib, onun həbs oluna biləcəyindən narahatlıq bildiriblər. Öz növbəsində yerli partiya və təşkilatlar Leyla Yunusun saxlanmasını pisləyən bəyanatlar yayıb. Yerli hüquq müdafiəçiləri onun müdafiəsinə qalxıblar. Abbas Əli və Vüsalə Mehdiyeva xəbər verir. Они все 4 залезли, они не давали мне пойти в туалет, они меня преследовали, а потом я открыла соседка дверь, я пошла в туалет, а он залез, я сняла штаны, и он стоял и смотрел, смотрите на него, снимайте его, снимайте его, снимайте его, снимайте его. Sübh tezdən dan yeri ağaranacan evinin önündə növbə çəkən hüquq müdafiəçisi Leyla Yunus istintaq idarəsinə getməkdən boyun qaçırıb. O polislərdən saxlanmasının səbəbini bildirmələrini istəyib. Siz prokurorluğa dəvət olunursunuz, izahat verməlisiniz orada. Вы законодательство не знаете, а я знаю. Согласны? Я не знаю. Да, вы не знаете, вы его нарушаете. Uzun-uzadı danışıqlardan sonra səhər saat 7-də Leyla Yunus Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə aparılıb. Saatlarca sürən dindirmədən sonra o axşam çağı sərbəst buraxılıb. Adam döyürlər, kişi döyürlər. Mənim 60 yaşım var. 2 gündür mən işgəncə verirlər mənə. Nəyə görə? Çünki mən yazıram ki, Azərbaycanda siyasi məhbuslar var. Prezident İlham Əliyev deyir ki, siyasi məhbus yoxdur, hər şey yaxşıdır. Mən isə yazıram ki, vətəndaşların evini dağıdırlar.
Leyla Yunus rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu ofisində axtarış aparılacağından İstintaq İdarəsindən birbaşa oraya gedib. Onun bir gün öncə gecə saatlarında halı pisləşdiyindən xəstəxanaya aparılan həyat yoldaşı Arif Yunus reanimasiyaya yerləşdirilib. Leyla Yunusun saxlanmasına iqtidar və müxalifət rəsmilərinin münasibəti bir mənalı deyil. Tamamilə əsassız ittihamlardılar. Mən Rauf Mirqədirovun həbsi ilə bağlı bu fikrimi bildirmişdim ki, bu siyasi sifayişlə həyata keçirilən azad jurnalistləri, ümumiyyətlə azad düşüncəli insanları fəaliyyətdən, fəallıqdan, mübarizədən çəkindirmək, cəmiyyəti fəallıqdan çəkindirmək üçün atlanan addımlardır. Və Rauf Mirqədirovun həbsi baş verəndə Leyla Yunus bildirmişdi ki, bu onun həbsinə hazırlıqdır və təəssüf ki, onun bu söylədikləri doğruldu və dünən gecədən başlayaraq, bəlkə də axşamdan başlayaraq Leyla xanıma və onun həyat yoldaşı Arif Yunusa qarşı repressiya başlandı. Çox böyük haqsızlıqdır, çox böyük ədalətsizlikdir. Rauf Mirqədirovun saxlanılması, istintaqa cəlb olunması, Leyla Yunusun və onun həyat yoldaşı saxlanılaraq istintaqa cəlb olunması. Bütün bunlar bütövlükdə hansısa hadisə ilə əlaqədardır. Yəqin ki, mühafizə sistemimizin əlində müəyyən məlumatlar və faktlar var. Buna istinad edərək bu şəxsləri istintaqa cəlb edib. İstintaqın gedişini gözləmək, nəticəni gözləmək lazımdır. Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanları ilə bağlı insandır. Onların tapşırıqlarına uyğun olaraq öz fəaliyyətini qurur və ermənilərlə əməkdaşlıq edərək, həm də o insanlarla əməkdaşlıq edir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Mənim heç bir şübhəm yoxdur ki, Leyla xanımı qisas məqsədi ilə incidirlər. Ona qarşı bu repressiyanın, bu mənəviyyatsız hərəkətlərin əsas motivi ondan qisas almaqdır. Çünki Leyla xanım həm prinsipial hüquq müdafiəçisi kimi bütün siyasi məhbusları cəsarətlə müdafiə edib, həm də mülkiyyəti əlindən alınmış insanları, hüquqlarını qoruyub. Bu video hazırlanan zaman Leyla Yunusun ofisində axtarış aparılırdı. Baş prokurorluq Leyla Yunusun dindirilmə və axtarış səbəbləri barədə hələ ki rəsmi açıqlama yaymayıb. Azərbaycan Prezidenti İlham Əliyev həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna dəyişikliklər barədə sərəncam imzalayıb. Sərəncamın geniş mətni ilə Azadlıq Radiosu az saytında tanış ola bilərsiniz. Hesab edirik ki, Avropa Birliyinin indi təklif etdiyi assosiasiya çərçivəsi Azərbaycan və Avropa Birliyinin ehtiyaclarını əks etdirmir. Biz iki tərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Avropa Birliyi ilə yaxından əməkdaşlığa hazırıq. APA'nın Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə bunu Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyanov Fişeqrad qrupu şərq tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin görüşündə çıxış eləyərkən deyib. Vətəndaşlar səs verdikləri, seçdikləri deputatı tanıyırmı? Ümumiyyətlə, millət vəkillərinin fəaliyyətindən razıdırmı? Müxbirlərimiz Vüsalə Əlbəyli və Nüşabə Fəthullayevanın Bakı küçələrində keçirdikləri növbəti sorğunun sualı belədir. Deputatımı görmüşəm ki, heç tanıyıram ki, kimi? Görməmişəm. Heç tanımıram. Yox, görməmişəm. Toka televizorda, ixtibar. Deputatımızı heç tanımıram, heç görməmişəm də. Mən vallahi heç deputat görməmişəm də, bilmirəm də. Mən deputat görsəydim, mən də yaxşı günə çıxa bir məsləhət eləyərdim onu özümdən. Mən hazır Rənkərdən çıxırım, ona tələsirəm mən. Harada görmüşük? Seçki ərəfəsində. Heç mən tanımıram o deputatı. Heç deputat bizə nə gəlib, nə bir şey, nə bizi aparıblar ki, bir tanışılaq deputatla. Bəs səs vermədə iştirak etməmisiz? Tanımıram axı, nəyə gedim iştirak edeyim? Görmüşük, ancaq ki, deyə bilmərəm ha vaxt dürüst. Haradasa bir olar, keçən il zat. Deputatımızı mən yaşı başında yaşamıram axı. Ümumiyyətlə fərqi yoxdur. Yox, görməmişəm. Fuad müəllimdir bizim deputat Səbail rayonundan. Hələ indiyənə kimi görməmişəm. Heç vaxtda yaxınlaşmayıb, bura heç nə də soruşmayıb, heç bizlə də maraqlanmayıb. Mən Savrabad rayonundanam. Aha, yəni özünüzün rayonu. Bilmirəm heç oranın deputatı kimdir. Sən anla, onu heç nə eləməyib. Adı var deputatdır. Deputat. Millət vəkilinizi niyə tanımırsınız? Yəqin ki, onun özündədir də günü. Ona görə ki, özü xalqın içində çıxmır, özü gəlmir. Ona görə də tanırmır. Yox, o maraqlanmalı da cəmaatım ölür ağzından yedir ya ona görə. Nə deyim mən? Maraqlanmır. Nə xeyri, onlar ancaq özlərini bilir.
Maraqlı deyil mən üçün gözəlim. Cəmaatdan maraqlanmaq lazımdır da. Kim necə yaşayır? Ki görsən bir onun üçün. Gəlməlidir, görməlidir. Deputatınızın çıxışlarını izləyirsiniz? Mənim evli başım qarşı televizə baxamaya halım yoxdur, valla düz deyirəm. Hərdən görsən ki, kanalı çevirəndə, hə. Məsələn, axırıncı dəfə yadınıza gəlir, nəyi müzakirə edirdilər? Tamam deyərəm. Hərdən o həftəlik olanda izləyirəm. Dünən çıxış eləyirdi, amma qulaq asmamışam. Mənim vaxtım olmur qızım. İşləyirəm, sonra məscidə gedirəm, ibadət edirəm, dindaram. Xəbərlərə baxıram. Axırıncı yadınıza gələn hansı çıxışları var? Yox. Yadıma gəlmir. Baxmışdım o seçkilər zat. Amma ki, cəmaat gəlib axtarmamalıdır. Onlar maraqlanmalıdır. Kim necə yaşayır, necə yaşayır. Deputatlar nə işlə məşğuldur? Ancaq onu görürəm ki, zalın yarısı boşdur. Və onu görürəm televizorda. Adi şəkildə seçilibdir, Allah canı sağ eləsin, işləyir öz üçün. Həm qanunları müzakirə edirlər. Mənə heç qanun, valla yalan deyərəm, ondan başım çıxmır mənim. Öz işlərini görürlər də. Xalq üçün heç nə eləmirlər ki. Öz işlərinə. Özlərinə aid olan məsələlər həll edirlər də. Baka bizi üçün heç nə eləməyib. Haçansa nə isə eləsə, deyərəm ki, ha, bu adam bizi üçün nə isə eləyib. Bizə görünən yaxşı ki, deputat söz işini həll eləməlidir da, yəni gözünə düşən şey. Bilmirəm, amma bircə onu bilirəm ki, xalqın xeyrinə heç nə yoxdur. Gələk biraz panik olsun, ondan sonra bəlkə nəsə elədilər. Heç nə, boş-boş danışmaqla məşğuldular. Millət vəkillərinin qəbul etdiyi qərarlar həyatınıza necə təsir edir? Heç biri xoşuma gəlmir. Bəlkə onların özlərinin xoşuna gəlir, özləri üçün qəbul edirlər. Əgər millət vəkili bizlə maraqlansaydı, bizim nümayəndəmiz orada oturubdu. Burada gəlib cəmaatın evləri sökülür burada. Nə şəkilə düşübdür. Gəlib bir maraqlanardı ki, Sovetski deyilən məhəllədə belə bir əziyyət çəkir insanlar. Tafotu yoxdur mənim üçün ki, onlar nə qəbul elədi. Mən həyatımı elə sürürəm ki, çatdırım evimi, eşiyimi, nə bilim, yeməyim, çatsın pulu. Mən onu ancaq onlar nə edirlər, mən heç ona fikir vermirəm. Qanun deyənmərəm, amma onu bilirəm ki, dəyişikliklər ümumiyyətcə var. Yəni irəliləyiş zad var, amma biraz cəmaatın o iş tələbi, işsizliyi, bunların üstünə düşsələr yaxşı olar. Sizcə Azərbaycan parlamenti öz işini müstəqil görə bilir? Bilirsiniz, bu çətin sualdır. Özləri üçün müstəqildir, əlbəttə. Hansı qanun istəyirlər, qəbul edirlər. Hansı ki, o qanun da tətbiq olunur, ancaq fəhlə sinifinin üzərində. Mən oxumamışam da, eləməmişəm, bir savadım yoxdur, bilmərəm, üzüm başqa söz danışaram. O biraz yuxarı şeylərdir, onlara qarışmaq lazımdır. Özləri həll eləmir də, həll eləyənlər var. Onlarlıqdır, onların özlərliyidir. Yox, qaldıra bilməz. Niyə? Qaldıra bilməz, mən bilirəm də. Yəni, mane olan nədir ki buna? Vəzifədən qorxurlar. Ona görə vəzifədən qorxurlar. Kreslanı itirmək qorxurlar. Verilişimiz davam edir. Ukraynanın şərqindəki Luqansk şəhərində Rusiyapərəst qüvvələr hökumət binasını zəbt ediblər. Separatçılar binanın pəncərələrini sındıraraq içəri soxulublar. Binanın qarşısına 3000-dən çox adam yığışıb. Avropa Birliyi Ukrayna böhranına görə 15 Rusiyalı məmura qarşı sanksiyalar tətbiq edib. Bunlar Baş Qərargah rəisi Valeri Gerasimov, Hərbi Kəşfiyyatın rəisi Igor Sergun, Baş Nazir müavini Dmitri Kozak, Krım, Donetsk və Luqanskın separatçı liderlərdir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Ukraynanın şərqində vəziyyətin pisləşməsindən narahatlıq bildirib. Rusiyanın Gazprom şirkəti bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar şirkətin işi və səhmlərinin qiymətinə çox pis təsir göstərə bilər. Şirkətin maliyyə hesabatında həmçinin bildirilir ki, Kiyevlə qazın qiyməti ətrafında mübahisə Ukraynadan keçən kəmərlə Avropaya qaz verilməsini poza bilər. Hazırda Avropanın qaza olan tələbatının 30%-ni Gazprom şirkəti ödəyir. Bu saat olan xəbərlər bu qədər. Xəbərləri mən çatdırdım. Vaqif Məmmədli, Azadlıq Radiosu saytında hər gün yeni xəbərlərlə tanış ola bilərsiniz. Saytımıza mobil telefonla da baxmaq olar. Bundan başqa bizi Facebook və Twitterdə izləmək olar. YouTube portalında isə videolarımıza baxa bilərsiniz. Sadəcə Azadlıq Radiosu yazmaqla bizim bütün sosial şəbəkələrdəki səhifələrimizə gələ bilərsiniz. Azadlıqda qalın.